Özünüzü təqdim edin. Mən Əhmədov Sahib Qərmanlı. Səlyanın Şolsu kəndiyəm. Birinci qrup qaziyim. Hal-hazırda sabunçuda qalıram. Yəni əlirsiniz, Qarabağ əlirsiniz. Biz də əlirik. Sizin bu məsələnizlə bağlı çox saylı sosial şəbəkələrdə paylaşımlar olur ki, acınacaqlı vəziyyətdəsiniz, hal-hazırda ayaqlarınızda tutulma gedir. Əvvələm işləmir, ümumiyyətcə işləmir. Sizdə əsas problem nədir? Nədən yaranıb? Qəlpədənmi Güllə yaranıb? yarası, sol çiyin, onluğa. Onurğadan güllə yarası var. Siz ümumiyyətlə müalicə olunmusunuz, əməliyyat olunmusunuz? Bəli, 18 il əməliyyat olmuşam. Arabada. 18 dəfə. İndi bu da olmalıdır, təzəlcəngəd olmalıdır. Əsas nədir probleminiz? Nəyi dəstək istəyirsiniz? Kimə müraciət eləmək istəyirsiniz? Mən dövlətimizə, cənab prezidentimizə, Mehriban xanıma bizi öz himayəsinə göstərin. Yerdə qalanı heç bir eləmir. Dəfələr müraciət eləmişəm, heç biri baxmır. Baxmayıb, nə deyiblər sizə? Deyib bizim fondumuza deyir, bizim gücümüz çatmır. Nə qədər məbləğdir ki, gücləri çatmır? Ayağa durmağını istəyirəm. Ayağa durmağını istəyirəm. Məsələn, mən sağ ayağımda da düşürmə gedim bu müayizində, bombada. Ora implant qoyulmalıdır. Hal-hazırda yaralar var, yaralarda irinlər var. Bax, cihazı qoyuruq. Və paylaşımlarında da var, hamısı görüblər. Özlərinə də göndərmişəm, başçısına da göndərmişəm, deputatına da göndərmişəm, bələdiyyəsinə də, kənd səviyyəsinə, Səlyanda hər bir kəsə göndərmişəm, müraciət eləmişəm. Amma baxan yoxdur. Yaşad fondu sizə köməkli edib? Yaşad fondu bundan qabaqki əməliyyatında bir daha kömək edib və dərmanlarında kömək edib. Ondan başqa da heç eləmir. Bəs Təbii Səhiyyə Nazirliyi? Yox, onlar ancaq belə xəstəxanalar, onlar öz banasında olan, öz xəstəxanalarına uyğun olan şey edirlər. Sizin əsas tələbiniz məbləğdir da, həmən məbləğ toplansın ki, əməliyyata girə bilərsiniz yenidən? Məbləğ yox, sırf elə bir ki, götürsünlər də, götürsünlər öz nəzarətlərini, özləri eləsin. Kimlər götürsün? Cənab Benizə götürsün, devlət götürsün də ya. Mən kimdən, o qədər nə qədər adam ağız açacam, kimdən kömək istəyəcəm. Yəni, bunu bir dəfəlik öz uşaqlarına götürsünlər. Ümumiyyətlə, sizə dövlət tərəfindən köməklik göstərilmir? Belə köməklik yox. İcra hakimiyyəti tərəfindən də? İcra hakimi bir daha kömək eləyib, o da 500 manat kömək eləyib. Ondan sonrasındakı yox. Millət vəkiliniz? O elə belə arada kömək eləyir də, gücü çatanla. O da deyir, mən öz gücüm çatan kömək eləyə bilirəm, başqasına yəni gücüm çatan. Sizin